Xalq artisti Röya Ayxan keçmiş həyat yoldaşı Anar Cəlilovdan danışıb. İki Sahilin məlumatına görə müğənni Tarixin Bir Günü proqramında Anar Cəlilova onunla bağlı sual verilməsinə etiraz edib. Ona da hörmət edin. Orada bir sevgi olub və övladımız var. Rica edirəm. Bir də gördünüz mənimlə də duet oldu. Onda danışarsınız. Onlar ailəlik şeylərdir, səsi var. Biz karaokelərdə günümüzü keçirirdik. Onların əslində incəsənət adamlar var. Bir verilişdə gördüm ki, sıxılır. Ona elə suallar verməyin deyə Röya əlavə edib. Qeyd edək ki, Röya və Anarın bu evlilikdən bir oğul övladı var. Yəni rica edirəm. Bir də gördün mənlə də duet oldu. Burada nə var ki? Mənlə duet olanda danışarsınız. İndi lazımdır. Onların ailəlik olar elədilər. Onların hamısının səsi var. Mən də tanıyıram. Biz karaokelərdə günümüzü keçirirdik. Yəni onlar doğrudan musiqi sevəndilər. Bir də onların nəsil kökündə artıq incəsənət adamları var. Onlar balaca adam deyillər.